Ağcabədi rayonunda xala uşaqları evlənib. Publikas xəbər verir ki, Afşar kəndində xalaoğlu ilə xalaqızının ailə qurması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb. Qurumdan bildirilib ki, qanunvericiliyə əsasən yaxın qohumlar arasında nikahın qeydiyyatı aparılmır və belə şəxslər rəsmi ər-arvad statusu daşımırlar. Üstəlik, bu cür münasibətlər tərəfləri bir sıra hüquqlardan da məhrum edir. Hüquqşünasların sözlərinə görə bu adətən mirasla bağlı məsələlərdə özünü göstərir. Stat: Vərəsəlik, sosial təminat, o cümlədən tərəflər arasında münaqişələr yarandığı təqdirdə aliment öhdəlikləri ilə bağlı və sair məsələlərdə bir tərəfin digər tərəfə qarşı iddia qaldırmaq hüququ olmur. Statın sonu. Bəs belə evliliklərdən dünyaya gələn uşaqların hüquqları necə qorunur? Stat: Qanunvericiliyə əsasən nikahda olmayan şəxslərin övladları olduqda həmin şəxslər müraciət edir və uşağın valideynləri kimi qeyd edilirlər. Ayrılma zamanı isə ata uşağın atası olmaq üçün müraciət etmirsə, bu zaman uşağın soyad almaq məsələsi ciddi bir problemə çevrilir. Aliment məsələsində isə gərək xanım əvvəlcə atalığı müəyyən etdirə, daha sonra aliment ala, deyə hüquqşünaslar bildirib.